Biz uzun illər Qarabağ həsrəti ilə yaşadıq. Hər gün Qarabağa dönəcəyimiz günlərin xəyallarını qurduq. Hər gün Ali Baş Komandanın irəli əmrini gözlədik. Bizə edilən zülmün, haqsızlığın intiqamını almaq eşqi ilə alışıb yandıq. O gün gəldikdə, Ali Baş Komandan irəli əmrini verdiyi gün isə igidlərimiz heç düşünmədən düşmənin üzərinə yeridi. Düşmənin üzərinə yeriyib, intiqamımızı alan igidlərimizdən biri də şəhid Qulamov Rəcəb Xaydaroviçdir. Rəcəb 1996-cı il mart ayının 31-də Sumqayıt şəhərində anadan olmuşdur. Təhsilinə Sumqayıt şəhərində yerləşən 6 saylı tam orta məktəbdə başlayan Rəcəbi müəllimləri sakit, təmkinli bir uşaq kimi xatırlayır. Onların sözlərinə görə Rəcəb heç vaxt artıq şey danışmaz, bütün fikri sadəcə dərsdə olarmış. Bir dəfə Qarabağ haqqında danışanda Rəcəb əlini qaldırdı və dedi ki, müəllimə, mən elə edəcəm ki, mənim uşaqlarım məktəbə gedəndə onların müəllimləri Qarabağın işğalından yox, azad olunmasından danışsın. İnanın, nə deyəcəyimi bilmədim, gözlərim doldu, deyə onu xatırlayan müəlliməsi Rəcəbin ona verdiyi sözü tutduğunu deyir. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Rəcəb burada da qısa müddət ərzində hər kəsin hörmətini qazanır. Elə hərbi xidmətdə olan zaman da vətənə xidmət etməyə, bir ömür hərbi forma geyinməyə qərar verir. Hərbi xidməti bitirdikdən sonra bir müddət mülki fəaliyyət göstərdikdən sonra 2020-ci il sentyabr ayının 8-də müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdır. 44 günlük vətən müharibəsində ön cəbhəyə yollanan Rəcəb qəhrəmanlıq dastanı yazmağa başlayır. Dəfələrlə düşmənlə üz-üzə gələn Rəcəb düşmənin çox sayda canlı qüvvəsini məhv edir, hərbi texnikasını sıradan çıxardır. Rəcəb Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalır. Rəcəbin nəşi uzun müddət tapılmır. Ölümündən sonra Kəlbəcərin azad olunmasına görə Vətən uğrunda medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilir. 19 fevral 2021-ci ildə nəşi tapılan Rəcəb Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır.